Ermənistan parlamentində hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında qanuna təklif olunan dəyişikliklərin müzakirəsi vaxtı deputat, sabiq müdafiə naziri Seyran Ohanyan ölkənin sərhəd təhlükəsizliyindən danışıb. Global.info.az məlumat verir ki, bu haqda Raparak nəşri məlumat yayıb. Seyran Ohanyanın sözlərinə görə Ermənistanın sərhəd müdafiə zonası təxminən 100 kilometr böyüyüb. Artıq Zoddan Meğriyə qədər Qarabala bitişik təxminən 283 kilometrlik xətt Azərbaycan sərhədi olub. Bu reallıq Milli Təhlükəsizlik Strategiyasına yenidən baxılmasını və Müdafiə Nazirliyi tərəfindən yeni yanaşmaların formalaşmasını tələb edir. Müdafiə sektoru öz strateji planını nəzərdən keçirməli və işə qəbul prosesini tamamilə yenidən qurmalıdır. Hazırda sərhəd mühafizə xidməti təkcə hərbi qulluqçuların deyil, həm də çağırışçıların və könüllülərin iştirakı ilə həyata keçirilir. Bu da silahlı qüvvələrin ümumi intizam mühitinə təsir göstərir. Ordunun problemlərindən danışan Ohanyan əlavə edib ki, vəziyyət məsuliyyətli qərarlar verməyi tələb edir. Partiya proqramları və ordunun inkişafı fərqli müstəvilərdir. Qarabağ siyasi qərarlar nəticəsində itirildi, lakin müdafiə strukturlarında islahatlar siyasi maraqlardan asılı olmayaraq həyata keçirilməlidir.